Salam əziz insanlar, Həqiqətin Özü adlı kanala xoş gəldiniz. Əvvəlcədən sizdən bu videoya baxanlardan xahiş eləyəcəm ki, videoya like qoymağı, kanala abunə olmağı və şərh yazmağı unutmasınlar. Hər şərh yazanın karmasına müsbət enerji gələcək və təmizlənməsinə səbəb olacaq. Bunu garantiya edə bilərəm. Hər şərh yazan insan, ümumiyyətlə kim baxırsa, heç olmasa bir şey yazsa, bu videonun irəliləməsinə və ona ehtiyacı olanların çatmasına daha böyük köməklik edəcək və irəlilədəcək həmin videonu. Bugünkü bu saatlıq, bu saniyəli mövzumuz nədir? Mövzumuz hər şey niyə belədir? Ümumiyyətlə, çox insan, çox vaxt, hər zaman demək olar ki, uşaq olsun, böyük olsun, niyə sualını verir? Niyə həyat belədir? Niyə yaşadığımız sistem bizləri belə qoyub, bizləri belə yaradıb, belə olmağımıza səbəb olub? Niyə biz yaşayırıq? Niyə biz ölürük? Niyə sualı var? Nəyinsə niyəsinin səbəbi nədir? Bax, bu sualların cavablarını cavab vermədən, cavabı tapmadan, cavaba ulaşmadan mən cavablarını sizə verməyə çalışacağım. Bir insan təsəvvür eləyin. O, varlanmağa çalışır. Günlərin bir günü anası ona deyir ki, varlanmağın ən gözəl yolu müəyyən bir əşyanı tapmaqdır. O əşyanı sən tapsan, sən varlanacaqsan. Və bu insan da nə edir? Həmin əşyanı tapmağa qərarına gəlir və çıxır səyahətə. Bu səyahətə çıxır, anası da deyir ki, həmin əşyanı tapmaq üçün sən birinci unu tapmalısan. Deyir, ana, unu neynirəm ki? Deyir, un bizə lazımdır. Həmin bu insan da gedir, varlanmaq üçün həmin əşyanı tapmalıdır, həmin əşyanı da tapmaq üçün onu tapmalıdır. Onu tapmaq istəyəndə də gedir bir pişiyin yanına. Pişik də ona deyir ki, sən bir eşeğin yanına getməlisən. Ondan sonra yollanır eşeğin yanına, eşeğ də ona deyir ki, sən bir əşya tapmalısan. Gedir həmin əşyanı tapır, o deyir ki, sən həmin əşyanı tapdınsa, deməli, sən anana lazım olan əşyanı tapdın. Bu da deyir ki, axı mənim anam dedi ki, mənə un lazımdır. Nəticədə nə oldu? Nəticə yoxdur. Danışdığım hekayə absurddur. Tamamilə absurd bir şeydir. Beləcə də həyatın heç bir anlamı, heç bir mənası yoxdur. Uşaqlıqdan bu yana siz bunun fərqinə varmalıydınız. Varmamısınızsa belə əvvəl-axır həyatın bir mənasının olmadığına gəlib varacaqsınız. Bütün hekayələr, bütün dini kitablar, bütün misteriyalar, bütün konsepsiyalar, bütün mətinlər sizləri sizin özünüzə gətirib çıxartmırsa, sizləri səhv yollara yönəldir, səhv yerlərə, səhv istiqamətlər tərəfə yönəldir və sizin azmağınıza səbəb olur. O biri tərəfdən də heç bir din, heç bir məzhəb, heç bir təriqət, heç bir misteriya, heç bir kontekst, heç bir mətin sizi özünüzə bəxş eləyə bilməz. Sizin haqda sizə heç bir məlumatı verə bilməz. O biri tərəfdən də oxuduğunuz dini kitablar, mətinlər, ayələr, surələr, hədislər, sutralar sizlərə, sizin haqqınızda bir məlumat verir. Siz beləcə özünüzü tanıyırsınız. Görürsünüz, mən bir-birinə zidd olan, fundamental baxımdan zidd olan şeyləri gətirdim sizə. Cümlələri, söz birləşmələrini bir yerə gətirdim, onlardan cümlə əmələ gətirdim. Bu cümlələri də məntiq baxımından, kontekst baxımından sizə sundum. Siz də sizə sunduğum şeyi götürdünüz, analiz eləməyə başladınız ki, görün bunun dediyində bir məna varmı? Bu bizə
düzəməlli bir şeyə gətirəcəkmi? Bunun dediyi mənə köməklik edəcəkmi? Və görürsünüz ki, heç bir köməklik eləməyəcək. Heç bir şeyi mən sizə çatdıra bilməyəcəm. Nəinki mən, heç bir insan, heç bir müdrik, heç bir ağsaqqal, heç bir peyğəmbər, heç bir aydınlanmış insan sizə sizin haqda həqiqəti çatdıra bilməz. Sizin haqda həqiqəti sizə yalnız sizin özünüz çatdıra bilərsiniz. Eyni anda da hər bir ustad sizə sizin haqqınızda ən gözəl məlumatları çatdıra bilər. Heç bir insan sizə sizin özünüzü göstərə bilməz. Çünki siz özünüzsüz, sizsiz, onlar da onlardır. Hər şeyin siz olduğu dünyada siz sizsiz, o da odur. Ama eyni anda da onlar sizin əksinizdir. Siz onlardan istifadə edərək güzgü kimi öz içinizdə əks olunanla yaşaya bilərsiniz və eləcə də həyatınız irəli gedə bilər. İrəliyə bilər. Fərqli şeylər ortaya çıxa bilər. Həyat illüziyadır və buranın anlamı yoxdur. Əvvəl axır hər bir insan buna gəlib çatacaq. Eyni tərəfdən də həyat böyük bir Allahın təcəssüm etdiyi bir, belə deyək də, hərəkətdə olan bir varlıqdır. Siz burada özünüzü kəşf edə, özünüzü yarada, özünüzü biruzə edə, özünüzü birtəhər bir şey kimi qavraya bilərsiniz və özünüzün daha gözəl variantlarını da yarada bilərsiniz. Bu da həqiqətdir və həyatın illüziya olması və hər şeyin anlamsız olması da həqiqətdir. Deməli, nə baş verir burada? Mənim dediklərimdə, sadaladıqlarımda siz hiss edirsiniz ki, bir sütun yoxdur. Mən hər zaman demişəm ki, bu həyatda heç bir şeyin sütunu yoxdur. Elmi baxımdan belə, baxın, tutaq ki, siz nəyinsə içinə gedirsiniz də, bir divardır, arxamda olan divarın içinə gedirsiniz. Görürsünüz ki, orada molekullar var, ondan sonra atomlar gəlir, atomdan sonra kvant gəlir, ondan sonra kuantum köpüğü gəlir, ondan o tərəfə boşluqdur. Və o boşluğun içində də heç bir şey yoxdur. Başa düşürsünüz? Yəni onun içində heç bir şey yoxdursa, sizin içinizdə necə bir şey ola bilər? Hə? Siz necə həyatın bir parçası olaraq, əgər bu divar boşluqdan ibarətdirsə, bəs siz necə onun kimi həyatın bir parçası olaraq başqa bir şeydən ibarət ola bilərsiniz? Bu necə ola bilər? Hı? Təsəvvür eləyin. Gəlin belə baxaq. Elmi, fəlsəfəni, fəlsəfə nədir? Sizin içinizdən doğulan müdriklüyə, dərk etməyə qarşı olan filosofiya, sevgidir. Gəlin elmləri bir tərəfə qoyaq, məntiqi bir tərəfə qoyaq və dini, mistikanı, ezoterikanı qoyaq bir tərəfə. Sadəcə təsəvvür edin, siz bir meşədəsiniz, orada çoxlu yolka ağacları, şam ağacları var, düzdür? Dələləri görürsünüz, ağac dələni görürsünüz, sonra canavarı görürsünüz, dovşanı görürsünüz, tülkünü görürsünüz. Eyni anda da sizin başınızın üstündə sonsuz qaranlıq var və o qaranlığın içində saysız hesapsız ulduzlar var. Düzdürmü? Bu necə bir-birinə zidd olan iki bir şey, bir-birinə ziddir də, bu düzdür. Təsəvvürünüzdə, önünüzdə gördüyünüzlə oradakıyla fərqli şeylərdir, düzdür? Bunlar necə bir-birinə zidd olan iki şey necə bir yerdə ola bilər? Hə? Necə eyni anda, eyni vaxtda mövcud ola bilər? Hə? Bu sualı çalışın ki, özünüzə verin və məntiqdən istifadə etməyərək, əldə etdiyiniz biliklərdən, ağlınızı yüklədiyiniz biliklərdən istifadə etməyərək sadəcə bu sualın cavabını özünüzə verməyə çalışın. Uşaqlıqdan biz biliklərə yiyələnirik və nəyə görə bunu edirik? Səfeh olmamaq üçün, qeyri-kamil mənlikdən əzab çəkməmək üçün, digərlərinə nəyisə sübut eləmək üçün biz ağıllanmağa
çalışırıq. Sonra Allaha yararlı birisi olmaq üçün paklanmağa çalışırıq. Günahkar olduğumuza inanırıq. Yəni Adəm, Həvva günahkardır. Bu dünyaya kim gəlibsə hamı günahkardır. Bir tək müəyyən şəxslər günahkar deyil. Bunu da özünüz də başa düşdünüz ki, müəyyən şəxslər də yəni nə edir? İdarə eləyir. Tarix boyu dinlər, məzhəblər, təriqətlər, ezoterika hətta belə, ezoterika yox o qədərdir, mistika yox. Bunlar idarə edilirdi ki, kütlələri rahat şəkildə idarə edə bilsinlər. İndi əsas suala qayıdırıq. Gördünüzmü, heç nəyin sütunu yoxdur. Heç bir cümlənin, heç bir düşüncənin, heç bir konsepsiyanın, heç bir mətnin, heç bir sözün sütunu yoxdur. Biz sözlər krallığında mənaçılar olaraq itmişik. Təsəvvür eləyin, siz bir universitetə gəlirsiniz, mənaçı belə deyək, diplomunu sizə verəcəklər və bu həyatda biz hərəmiz mənaçı diplomunu qazanmağa çalışırıq. Onu bizə verəcəklər və biz onun vasitəsilə özümüzü tanımağa çalışacağıq. Düzdürmü? Ki, güya mənaçıyıq biz və həyatımız mənalaşacaq. Həyatımızın, özümüzün kim olduğumuzu biləcəyik, həyatımızı mənalaşdıracağıq. Bu bizə nə verəcək? Bu bizə heç bir şey verməyəcək. İndi gördünüz, cümlədə əvvəlin dedim, yarısını buraxdım. Çünki hər şey mənasızdırsa, danışmağın anlamı nədir? Hə? Monoloqu davam elətdirməyin anlamı nədir? Niyə hər şey var? Niyə hər şey mövcuddur? Niyə həyat var? Niyə hər şey belədir? Hə? Bu sadaladıqlarımı bir-bir yenidən sadalamağa başlasam və bu sualı versəm ki, niyə hər şey belədir? Niyə? Bu niyə sualına nə məntiq, nə fəlsəfə, nə din, heç birisi cavab verə bilməyəcək. Çünki bunun sütunu yoxdur. Əşyaların belə sütunu yoxdur. Sözlərdə olan, sözlər krallığından çıxan söz şahlarının belə, söz anlamlarının, söz imperatorlarının belə heç bir sütunu yoxdur. Bəs biz neyniyik? Niyə sualına necə cavab tapa bilərik? Niyə sualının cavabı yoxdur? Heç bir cavabı yoxdur. Heç vaxt olmayıb. Bəs niyə hər şey belədir? Çünki belədir. Niyə çünki belədir? Çünki belədir. Niyə çünki belədir? Çünki belədir. Bəs belə olmayanda niyə çünki belə olur? Hə? Çünki belə olanda, belə olmayanda çünki belə olmağa məhkumdur ona görə. Bax, özü ilə oynayan ağlın içindəyik biz. Və hər zaman öləcəyimizi unuduruq. Mən burada video yüklədim. Tezliklə ölümü dadacaqsan. Unutma, oyan. Bizlər öləcəyimizi unuduruq. Beyin hər dəfə bizi aldadır. Ki, biz öləcəyimizin fərqinə varmayaq. Görürsünüz, insanlar məsələn qəbirstanlıqlarda, bax burada o biri videoda qoymuşdum. Gözəl üzlərini qoyurlar. Orada gülümsüyürlər, gizlədirlər hər şeyi. Niyə? Niyə? Çünki sizləri də, bizləri də, özlərini də, hər kəsi də aldatmağa çalışırlar. O rəsmi görürlər orada, gözəl rəsmi, anlamlı heykəli. Və biz düşünürük ki, bu insan belə yaddaşlarda qalıb. Biz onun torpaq altında çürüyən meyid olduğuna inanmaq istəmirik. Görürsünüz, ta qədim zamanlardan biz ölümdən qorxmağa başlayanda, diskursiv ağılla yaşamağa başlayanda, egoizmlə, nəfslə yaşamağa başlayanda, parçalayan, dvayta dediyimiz, ikili iradə dediyimiz iblisani ağılla yaşamağa başlayandan biz ölümdən, yəni yoxluqdan, öz gerçəkliyimizdən qorxmağa başladıq deyə hər dəfəsində özümüzü aldatdıq və gerçəkliyə oxşayan,
gerçəklik sandığımız beynin yarattığı illüziyalarla aldanıb neynədik? Özümüzü illüziyaların daha balaca illüziyalarını yaratdıq. Süni intellektdə mənim burada paylaşdığım bir şəkillər var. Onlardan biridir. Balaca illüziyaların içində balaca illüziyalardır. İndi biz qorxmasaydıq, sizcə sivilizasiya yaranardı mı? Təbii ki, yaranmaz. Həyat dediğimiz bu sosial mühit, toplumsal yaşam olacaqdı mı qorxu olmasaydı? Təbii ki, olmayacaqdı. Görürsüz? İndi alimlər də, bəzi insanlar da sübut edir ki, agresiya, qısqanclıq, kin, paxıllıq, nifrət aradan qaldırılsa, sivilizasiya irəli getməyəcək, irəliləyiş olmayacaq. Niyə belədir? Niyə? Yenə bu sualı verir. Niyə hər şey belədir? Axı niyə? Axı kim bunu belə yaradıb? Bunu heç kəs belə yaratmayıb. Sən tərtəmiz zehinlə bura baxsan görəcəksən ki, burada yaradıcı yoxdur. Baxın. Zehin, hər şey zehindən ibarətdir. Tərtəmiz zehin. Sizin zehniniz isə proqramlarla, fundamental dəyərlərlə və müqəddəsləşmiş varoluşsal sandığı anlayışlarla yüklənmiş ağıldır. Zehniniz yəni belə bir ağıldır. Yüklənmiş, proqramlarla yüklənmiş ağıldır və siz onu özünüz hesab edirsiniz deyə, o da sizin özünüzü siz saydığınıza inandırır deyə siz düşünürsünüz ki, mən elə bil, sadə dillə deyəcəm də, elə bil ki, kimsə gəlir, sizin gözlərin, baxın, ağıllı eynəkləri taxır və siz də düşünürsünüz ki, bu mənim gözlərimdir, bu mənim ağlımdır, bu mənim düşüncələrimdir, bu mənim fikirlərimdir. Elə deyil. Ona görə bu dövrdə oyanmaq daha da çətinləşib. Çünki bizlər onun fərqinə varmırıq ki, hər şey illüziyadır, yalandır. Başa düşürsünüz? Uşaqlıqdan qeyri-kamil mənliyə inanmışıq ki, sən qeyri-kamilsən, sən anormalsan. Sən gərək nəyəsə nail olasan, nəsə qazanasan, nəyəsə çatasan, özünü reallaşdırasan ki, özünü reallaşdırmağın içində də cinsi tələbatlar olmalıdır deyə, yəni ailə filan olmalıdır deyə. Sən onda özün özünə mən yaxşı insanım deyə bilərsən. Amma sən elə balacalıqda, balaca olanda, 2 yaşın olanda elə özün üçün kamil idin. Sadəcə səni inandırdılar, qeyri-kamil mənlik düşüncəsinə səni inandırdılar. Səni nəfslə yüklədilər və sənə dedilər ki, bu sənsən. Bunu qidalandır, bununla yaşa. Və məsələ də ondadır ki, başqa cürə sən ego olmasa, bəziləri deyir, ego olmasın, illüziya olmasın, yalan olmasın. Ego olmasa, illüziya olmasa, yalan olmasa, sən buranı yaşaya bilməzsən. Bax, bunların üçünü çıxardağa, ego, illüziya, yalan. Çıxardan kimi həyat yoxdur. Yoxdur da həyat, heç bir həyat yoxdur. Ona görə siz hər dəfə öləndə nə edirsiniz? Gedirsiniz o alfa, omega dediğim bir şeye çatırsınız. Orada siz yoxsuz. Bəziləri deyir, öləndən sonra nə olacaq? Məsələ buradadır ki, sual nədədir? Kiminlə nə olacaq? Biyoloji orqanizmlə, sənin şuurunla, şuur da sənə aid deyil. Nə baş verəcək? Nə baş verməlidirsə, o da baş verəcək. Nə mənada? Yəni, Bardo dediğimiz Tibet Ölülər kitabından Bardo prosesi baş verəcək. İçindəki cəhənnəm, cinlər, şeytanlar çıxacaq qarşına və s. Bu prosesi öyrənə bilərsiniz. Ölülər kitabı, Tibet Ölülər kitabı. Amma məsələ ondadır ki, bu belə kontinuum kimi davam eləməyəcək. Bu 1-2 saniyə ərzində baş verəcək. Sizcə həyat nəyisə gözləyirmi? Baxın ətrafınıza. Həyat nəyisə gözləyirmi? Ya kiməsə möhlət verirmi ki, gəl gözləyəysən, belə ol ya belə ol? Yox. Həyat heç kəsə möhlət vermir. Bütün proseslər eyni anda baş verir və siz də həyatın parçasısınız deyə
Siz onun içindəsiz və o parçaların fizika qanunlarına, karmik qanunlarına tabesiz. Həyat nədir? Ego, illüziya, yalan. Düzdür? Bunları siz öləndə, bax elə bil bunlar sıfırlanır və siz özünüzə qayıdırsınız. Siz əsl, siz kimsiz? Siz yoxsuz. Bax elə indi yaşadığın həyatda sən yoxsan. Amma bu niyə sualını sənə Allah Taala bir açar kimi verib ki, sən niyə hər şey belədir? Bax bu sualı verə-verə özünü yaradasan, kəşf edəsən. Başa düşdünüz? Aydınlanma da, Allahı dərk eləmə də, həqiqəti tapma da, özünü dərk eləmə də, Allaha yaxınlaşma da, ali həqiqətlərə çatma da, ülvi anlamları tapma da hamısı bax bu oyunun, həyati oyunun parçalarıdır. Çünki sən yuxunun içində Allahı tapırsan. Anlayırsınızmı? Sən yuxunun içində həqiqəti dərk edirsən. Yəni sənin yaşadığın ən böyük ruhani təcrübələr belə heç nədir. Sənin içində hiss elədiyin ən qeyri-adi müqəddəs hisslər belə heç nədir. Niyə görə heç nədir? Çünki bu sən deyilsən ona görə. Yəni yuxunun içində sən həm aydınlanma oyununu oynaya bilərsən, həm pul qazanma oyununu oynaya bilərsən, həm başqa oyunlar da oynaya bilərsən və ölümdən sonra bir şey yoxdur. Amma bu o demək deyil ki, sən bunu anlayıb heç bir şey eləməyəcəksən. Sən yenə də niyə hər şey var, niyə hər şey belədir? Sıfırlanacaqsan, tutaq ki, Allahı dərk eləsən belə, yenidən sıfırlanırsan bu illüziyanın içində, yenidən yatırsan, yenidən unudursan ki, bu həyatı yaşamağa davam edəsən. Və bu belə qeyri-adi, əndirabadi sözü var, əndirabadi bir oyunda. Oyun belə deyil, çünki oyun, mən buna oyun deyirəm, biz buna oyun deyirik. Bu oyun belə deyil. Niyə hər şey belədir? Görürsünüz, sistemlər, insanlar, sivilizasiyalar, hər şey güya ki yaranılır, güya ki tökülür, güya ki kapital yazılıb, Karl Marx olub, filosoflar olub. Hani bunlar? Heç birisi yoxdur. Niyə hər şey belədir? Bunu anlaya bilmərik biz. Biz bunun sadəcə niyələrin, necələrin cavablarını yarada bilərik. Cavabı yoxdur, cavabı yaratmaq lazımdır. Məsələ bundadır ki, bu sualların cavabı yoxdur. Niyə, nə üçün? Bunun mənası nədir? Necə ki, məna yoxdursa mənanı yaradırıq. Niyə, nə üçün? Niyə, necə? Suallarının da cavablarını yaradırıq. Bəs necə yaradırıq? Biz yaratmırıq, özümüzdən yaranır. Düzdür? Bəs neyniyək indi? Ölürük də, çarəsizik. Eyni anda da varlanmaq istəyirik, pullu olmaq istəyirik, rahat yaşamaq istəyirik, Allahın yanına getmək istəyirik, böyük sevgi qazanmaq istəyirik. Əgər Allah illüziyadırsa kimin yanına gedir? Heç kəs. Kimdən sevgi tələb eləyək? Heç kəsdir. Biz Allahın yanına niyə getmək istəyirik? Çünki qorunmaq istəyirik, çünki sevgi istəyirik, çünki sığortalanmaq istəyirik, çünki əzab çəkmək istəmirik. Yəni sən heç kim olsan belə, sən öz içinə baxsan, sən orada sən deyilən bir şey yoxdur, sən yoxsan. Yenə də sən əzabı yaşayacaqsın. Sən yoxsan, amma sən deyilən bir konsepsiya var. Sən deyəndə nəyi nəzərdə tutursan? Sözlərin içinə girib onları demistifikasiya eləmək lazımdır. Sən nəsən? Sən deyirsən, mən insanam, mən şəxsiyyətəm, mən buyam, oyam. Və sən bunu, ustadlar deyir ki, sizin təsəvvürləriniz, ağrılarınız, acılarınız, mənliyiniz, egonuz zirzibildən ibarətdir deyə, sadəcə siz onu görmürsünüz deyə bu sizə ağrı acı verir. Siz bundan yapışırsınız. Bax, sən deyəndə nəyi nəzərdə tutursun sən? Bədəni mi? 5 aylıq körpə sən idinmi? Ya ondan qabağa gedək. Yumurta sən idinmi? Yumurta ilə o spermatozoid birləşəndə sən hardaydın onda? Bəs
Həmin spermatozoid olmasaydı, başqa bir spermatozoid olsaydı, kim olacaqdı? Hə? Ya başqa bir yumurta olsaydı, ya başqa bir qadın, başqa bir kişi, sən mi olacaqdı? Hə? Sən teleportasiya eləyəndə belə sənin hüceyrələrin yox olur, başqa yerdə peyda olur. O sənmi? O sən deyilsən. Elm belə bunu göstərir ki, o sən deyilsən. 5 il əvvəlki sənmi? Sən deyilsən. Və sən kimsən? Əsas sual budur. Yəni gördünüz, mən bütün bu silsiləni ona gətirdim ki, bu niyə hər şey var, niyə hər şey belədir suallarını verməyəsiz. Kitabları oxuyanda belə anlamalısınız ki, burada həqiqət yoxdur ki, ölüm var, öləcəm. Ölüm mənə nə verəcək? Ölüm nədir? Siz həqiqəti görəndə anlayacaqsınız ki, bəziləri sual verir, ölümdən sonra nə olacaq, nə olacaq? Bax, bu bardodur, cənnət, cəhənnəmdir, reinkarnasiyalardır. Bunlar həqiqəti bilməyənlər üçün olacaq. Həqiqəti bilənlər isə başa düşür ki, ölümdən sonra bir şey yoxdur. Çünki sən indi yaşamırsan. Hansı ölümdən danışırıq biz? Sən indi mövcud deyilsən. Sən indi yaşamağın bilirsən nədir? Elə bir dənə insanı qoyublar koma vəziyyətindədir. Koma vəziyyətində belə bir yuxu görür. İndi var da belə nəzəriyyələr, matrisa filan. Buna oxşar bir şeydir. Sən belə variantdasan. Necə ki, sən gözlərini bağlayıb orada qırmızı bir top təsəvvür edirsən. Bax, təsəvvür elə. Gözlərini bağlayırsan, qırmızı top təsəvvür edirsən və dəfələrlə bunu eləyirsən, görsən ki, bu realistik bir şeydir. Yuxuda yatırsan, yemək yeyirsən. Sən necə realdır? Hər şey realdır. Yuxu icazə vermir ki, sən onun yuxu olduğunu anlayasan. Səncə bura icazə verəcəkmi ki, sən həqiqəti biləsən, həqiqətləri dərk eləyəsən? Yox. Ona görə deyir ki, həqiqəti bilmə, gəl aydınlanma oyununu oynayaq, Allaha çatma oyununu oynayaq, asketizm oyununu oynayaq, dindarlıq rolunu oynayaq, sonra fəlsəfə rolunu niyə deyə qalaq ki, sən həqiqəti görməyəsən. Mən danışanda oradan buradan danışıram. Çünki danışılanların əhəmiyyəti yoxdur, vacibiyyəti yoxdur, ciddiyyəti yoxdur. Danışılan heç nə vacib deyil, nə ciddi deyil, nə də əhəmiyyətli deyil. Boşdur. Bütün danışıqlar, bütün söhbətlər boşdur, boşluqdan əmələ gəlib. Anlamsızdır. Onlara anlam yükləyən sizsiniz. Bütün hadisələri Allah bildi belə elədi, Allah bildi belə elədi, ya bunun üçün elədi. Anlamsızdır. Allah qarışmır bura. Deyib ki, Bəsra şəhərindən olan Həsən adında bir sufi mistik demişdi ki, deyir, Allahın yaratdığı və nifrət elədiyi ən böyük, ən çox nifrət elədiyi bir şey varsa o da dünyadır. Deyir, dünyanı yaratdı və o qədər dünyaya nifrət elədi ki, gözünü bağlı və belə elədi. Bir dəfə də dünyaya baxmadı. Dünyaya nifrət elədiyinə görə bir dəfə də dünyaya baxmadı. Təsəvvür edirsiniz, Allah dünyaya nifrət elədiyinə görə bir dəfə də dünyaya baxmadı. Amma biz hər zaman dünyadan yapışırıq və ölüm gəlir. Bax, bizi bütün bu konsepsiyalardan, bədəndə olduğumuz düşüncəsindən, şəxsiyyət olduğumuz düşüncəsindən, xatirələrimizin, şəxsi nailiyyətlərimizin olma düşüncəsindən, fikirlərindən, illüziyalarından bizi qopardır və boşluğa çıxardır, heçliyə. Biz də bundan qorxuruq, qaçırıq və neynirik? Tezbazar yeni bir yuxuya dalırıq, yeni bir reallığa və bu 1-2 saniyə içində baş verir. Sən artıq tutaq ki, 70 yaşındasan, bilmirsən, heç nəyi dərk eləməmirsən. Bu 1-2 saniyə sonra yeni bir balaca körpəsən artıq.
Yenidən hər şey başlayırsan. Və dünya bizə deyir ki, ay bunlar yalandır, kvant fizikası var. Biz elmi baxımdan hər bir şeyin həqiqətini açacağıq. Biz nəyin nə olduğunu biləcəyik, tapacağıq. Hara tapacaqsın? Sən kim olduğunu belə bilmirsən. Ona görə azad olmağın yolu azadlığın olmamağının fərqinə varmaqdır. Heç bir azadlıq yoxdur. Çünki azad olmaq istəyən kimdir? Mənlik, düzdür? Yalançı mənliklər. Sizin içinizdə yalançı mənliklər var. Və bu mənliklər var olduğunu özlərinə sübut eləmək üçün niyə, nə üçün, həyatın mənası nədir, mən niyə yaşayıram, niyə həyat belədir və s. suallarından istifadə edərək bu suallardan yapışaraq bataqlıqdakı iblislər kimi bu suallardan yapışaraq varlıqlarını sürdürürlər, davam elətdirirlər. Anlayırsınızmı? Ona görə də bu konseptual cəhənnəm, niyə, nə üçün, hara, nə üçün, niyə deyə biz bir şeyə gəlib çıxa bilmirik. Niyə hər şey belədir, niyə ölkə belədir, niyə bu belədir, niyə elədir? Bütün bu niyələrin cavabını vermək olar. Amma bu bizə bir şey verəcəkmi, verməyəcək. Sadəcə biliyə çevirəcək, biliyi saxlayacaq, unudulacaq, gedəcək, özümüzdə dəyişiləcək, hər şey məhv olacaq. Siz bu videoya baxacaqsınız, söndürəcəksiniz, yatacaqsınız. 70 ildən sonra, yaxud da ki 50 ildən, 20 ildən, 10 ildən sonra başınızı qoyacaqsınız, öləcəksiniz, yeni həyata gələcəksiniz, yenidən yaşayacaqsınız və sevəcəksiniz, aşiq olacaqsınız, evlənəcəksiniz, sonra yenidən öləcəksiniz, yenidən doğulacaqsınız, yenidən yaşayacaqsınız. Belə. Hani başladı mı ki sonu olsun? Hə? Bunun başlanğıcı var mı? Həyatın başlanğıcı var mı? Yoxdur həyatın başlanğıcı. Sənin başlanğıcın var mı? Yox. Sən hər bir ziddiyyətin fövqündəsən. Sən həm ölümün, həm həyatın, həm ədalətsizliyin, həm ədalətin, həm mərhəmətin, həm də qəzəbin, həm ehtirasın, həm də şəfqətin fövqündəsən. Bəs sən kimsən? Hə? Kimsən? Niyə mən kimsəyəm? Gördünüz? İblisani ağıl dayanmadan şərhlər verir, kommentariyalar verir. Suallar. Bu sualların yaranmasının səbəbini öyrənin. Sualların hardan peyda olduğunu, hardan əmələ gəldiyini, nə üçün var olduğunu öyrənin. Görəcəksiniz ki, yoxdur, elə belə tık gedir. Və bu prosesə ilişmək olmaz. Necə ki, nəfəs alma prosesinə girişmək olmaz. Sizin içinizdə baş verən cəfəngiyyat, xaos, kainatda baş verənə bənzəyir. Düzdür? Məsələn, ağacın yarpağı çıxır. Niyə? Sizin ağlınızda fikir yarandı. Məsələn, gərək mən gedim zooparka. Niyə? Elə belə. Səbəbi yoxdur. Həyatın səbəbi, məqsədi, anlamı, mənası yoxdur. Həyatın özü belə yoxdur. Siz də yoxsuz. Həyatın özü də yoxdur və siz mövcud deyilsiniz belə. Amma mövcudluq illüziyası var. Yaşanma illüziyası var. Həyat illüziyası, həyat prosesi, həyatın sonlanması illüziyası var. Görürsünüz? Həyatın başlanğıcı illüziyası var. Həyatın sonlanması illüziyası var. Həyatın başa çatması illüziyası var. Həyatın mərhələləri illüziyası var. Bəs neyini, nə edək? Hə? Heç nə. Nə eləyəcəksə onu da eləyəcək. Nə olacaqsa o da olacaq. Hara gedəcəksə ora gedəcək. Determine olunub hər şey. Sizin bu videoya baxacağınız əvvəlcədən determine olunub. Əvvəlcədən determine olunub. Xəbəriniz də belə yoxdur ki, mən neyniyəcəm bu axşam? Çıxdı video qarşınıza, vaxtınız ona. Necə özünüzü idarə edirsiniz, həyatınızı idarə edirsiniz ki, hər şey determine olunub. Neyini? Mən sizə bir sütun saxladım mı? Yox. Ağlın sütunu yoxdur. Sözlərin, düşüncələrin
Fikirlərin sütunu yoxdur. Siz yoxsuz çünki. Hər şeyin sütunu sizsiz, siz də yoxsuz. Amma siz həm ola bilərsiniz, həm də olmaya bilərsiniz. Olmaq, olmamaq da sizdədir və həm də sizdə deyil. Həyat da, ölüm də sizin içinizdədir, amma ölüm, həyat siz deyilsiniz. Həm də siz də ola bilərsiniz. İndi ağlınız heç nədən yapışa bilmir. Deyir, bu nə danışır bayaqdan, bu gic-gic nə danışır, mən heç şey anlaya bilmirəm. Bəziləri deyir, sən çox gəliz danışırsan. Mən anlaya bilmirəm işi. Axı bu nə danışır? Bu niyə düz əməlli danışa bilmir? Ona görə belə danışıram ki, sizin bax bu içinizdəki iblisani ağlınız yapışacağı bir şeyi tutuna bilməsin. Çünki yapışmağa bir şey yoxdur. Havadan asılı qalsın. Mövcud olmadığının fərqinə varır deyə o qorxur, çəkinir. Deyir, mənə illüziya verin. Mənə konsepsiya verin, mənə düşüncə verin, mənə inam verin, mənə bir şey verin, mənə ümid verin, mənə nəsə verin ki, ondan yapışım, var olduğumu hiss eləyim. Allah da beləcə iblisani formada özünü bax beləcə var eləmək üçün belə bir şey elədi. Mən də indi nə danışıramsa, yəni təcəssüm elədi. Mən də indi nə danışıramsa, hər şey cəfəngiyatdır, yalandır, təmiz yalandır, təmiz. Uydurmalardır. Çünki bu həyatda uydurmalardan, yalanlardan başqa bir şey yoxdur. Düzdür? Ona görə niyə hər şey var sualının cavabı uydurmadır. Çünki sualın özü də uydurmadır. Susaq mı? Yox, susmayaq, danışaq. Yaxud da ki, danışaq, sonra susaq. Düzdür? Əsas məsələ içinizə getməkdir. İstiqamət içinizdir. Kim olduğunuzu öyrənməyinizdir. Və içinizdə Allah yoxdur. İçinizdə həqiqətlər yoxdur. İçinizdə siz yoxsuz. Siz mövcud deyilsiniz belə. Hər şey nədir? Niyə var? Nə üçün? Anlamı nədir? Kim yarattı bunu? Allah kimdir? Allahı bəs kim yarattı? Allahı hansı Allah yarattı? Niyə hər şey belədir? Niyə? 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 Niyə?